Hər vaxtınız xeyir olsun. Bütün izləyiciləri salamlayıram. Deməli, sil narahat olma sil. Deməli, dünənləri Explorer çıxartdıq, əlim yandı idi. Həqiqətən də əlim yandı idi. Apardılar, yoxladılar, satıldı. Şüşəsini də bir dənə əl gəzdirərsən. Növbəti C300 yaxınlaşıb yanımıza. 2019-cu ilin texpasportu 19-dur. Bazar qiymətini özünüz girib baxarsınız, neçəyədir, neçədən başlayır. Qardaş Azərbaycana oturduğu qiymətdən də aşağı satır qat-qat. 2 çəkəndir, texpasport 2019-cu ilindir. Maşındakı 4 göz istəyir ki, oturub baxasan. Təkərləri əla vəziyyətdə, açarsız daxil olma, oturacaqların qızdırıcısı, yaddaş paketi. Salonda gördüyünüz kimi yürüyüşü də deməli 119 min kilometrdə səhv eləmirəmsə. 116 min kilometrdədir yürüyüşü. Deməli bu işıqlar indi bəziləri ola bilər desin ki, işıqlar yanır, maşın xodlu vəziyyətdə deyil. Heç bir işıq yanmır, yəni maşın işlək vəziyyətdə olanda heç bir paduşkası atmayıb. Lük, vini də çəkəcəm, vinlə də baxarsınız inşallah. Arxa sol krılada bunu skrinləyib vinlə rahat şəkildə baxa bilərsiniz. Arxa krılada, yəni belə deyim sizə. Bax, kraska buradadır. Bagaja açıldı ayaq jesti ilə. Nə gerək altına açaq. Səliqəli maşındır. Belə. Motor fanası ideal vəziyyətdə. Tutardan, vuruqdan söhbət gedə bilməz. Boltlarına qədər göstərirəm ki, baxasınız, motor korobkası heç bir problem yoxdur. 2 çəkən. Maşallah, əla maşındır. Hər kim alacaqsa Allah xeyrin versin. Qiyməti bazar qiymətindən bayaqda dedim. Yəni minimum başlayır 43, 44, 45-dən üzü yuxarı. 4 çəkəni də ən ucuzu bayaq baxdıq. 38 min manat. 38 min manat və ofis haqqı. Əlaqə nömrəmiz səhifədə qeyd olunub. Bu maşını lizinqlə də əldə eləmə imkanımız var. Ünvanımız Memar Əzəmi 14 saylı məktəbin yanında.